yoldaşlar, deməli uzun müddətdən sonra verdiğim ilk sifariş oldu. Kitap sifarişi. Bu ilin de ilk sifarişi demək olar ona. Bekleyim kitaptan verdim. Ve kitapları ümumiyyətlə dedim sizdən ilk dəfə kargo açılışını bir yerdə eləyək. Yəni ki, sizə göstərim. Deməli, çünki çox zaman sənə müxtəlif hədiyyələr falan qoya bilirlər. Yəni o əsasən saytdan sayta dəyişir. Misal üçün görə indi burada nə var? Burada Beckheim kitabın vərəyi. Evet. Deməli yoldaşlar, mən 3 kitap sifariş vermişdim. İngilis Hasta, Beyhan Buda Həyat Əcəmilər üçün Yaşam Rəhbəri və Sərkan Karaismalıoğlu'nun Piyometr əsəri. Bu bir seri halındadır. Demək, bu kitabların qiymətləri burada baha olduğu üçün mən məcbur bunları Türkiyədən verməli oldum. Yəni, hər birinin mövzusu da maraqlıdır. İnternetdə araşdırıb rahat ona tapa bilərsiniz. Əsasən də İngilis Hasta burada da çox bahadır. Digərləri nisbətən dəyişirdi. Yəni digər bizim kitab satılan saytlarda. Bunlar var dediyim psixoloji romandır. Bu da psixoloji tipli romandır. Beyhan Buda roman demeyeyim de sadece psixoloji tipli, yani Beyhan Buda'nın yazarlığını bilenler daha doğrusu onu bilir necə bir kitap yazır. Psixoloji tipli romandır bu, Piyometr və İngilis Hastada maraqlı tipdə bir mövzusu var. Yəni belə qoyum, özünüz də oxuya bilərsiniz, internetdə bu barədə məlumat ala bilərsiniz. Qiymətlərini də sizin üçün videonun aşağısında qeyd edəcəm. Hətta linklərini qoyacağım, istəsəz ala bilərsiniz. Çünki mən Beckheim kitabdan bir neçə sifariş vermişəm hər zaman. Heç bir problem olmayıb. Adı gördüyünüz kimi kitabın keyfiyyətində hər hansı bir problem yoxdur. Rahat gəlib. İkincisində Beyhan Budaqda çox üçün heç bir problem yoxdur. Əzilmə falan zat. Sadəcə İngilis Hastada gördüyüm qədər biraz ləkə kimi düşüb. O da ola bilər. Yəni kargo ilə əlaqəli bir şey olmasın. Yəni belə. Yəni hər kitabı oxuduqca, yəni ki, necə bir kitab olduğunu da sizdən bölüşəcəm. Və həqiqətən də 3 kitabı da tövsiyə edirəm. Çünki mən də kimlərinsə oxuyucuların tövsiyəsi ilə bunu almışam. Yəqin ki, ilk başlayacağım kitab Beyhan Budağın Həyat Əcəmilər üçün Yaşam Rəhbəri olacaq. Ondan sonra İngilis Hastanı oxumaq fikrindəyim. Çünki Piyometr bir seridir. Yəni bunu ortada başlasam məcbur bunun davamını da almalıyam və davamını da alandan sonra təzədən bu yaddan çıxa bilər deyə təzədən oxumalı olaram. Ona görə ən gözəli elə yığdım ardıcıllıqlandı. Həqiqətən də bundan sonra inşallah istəyirəm daha da davam edeyim belə bir tip seriya çəkməyə. Çünki kitab oxumağı həqiqətən sevirəm və kitab oxumağı sevən insanlara pərəstişkarlıq duyuram. Bilmirəm, mənə də maraqlı gəlir o insanların xəyal dünyası. Yəni bu qədər. Çox sağ olun, həqiqətən izlədiyiniz üçün minnətdaram. İnşallah videoların davam olmağı diləyilə.